21 günlük müalicəmizi bu gözəl Tomris balamızla yekunlaşdırmışıq. Gələndə əsas narahatçılığımız ayaq çarpmaydı. Bugün 21 gün müddətində müalicəmizi yekunlaşdırdıq. Burada fizioterapiyalarımızı elədik, ev tapşırıqlarımızı verdik və nəticədən çox razıyıq. 70-80%-ə qədər irəliləyiş əldə etmişik. Tomris yeri zəhmət olmasa, bax, görürsünüz ayağımın yeriməyini. Çox gözəl, çox düzəlir. Yəni, xeyli fərqi hiss eləmişik ağıllı Tomris bala, gəlindi zəhmət olmasa. Yəni, içi artan uşaqlarda həmişə əsas qaydamız nədir? Əsas qaydamız odur ki, vaxtında, yəni 6 yaşa qədər müraciət ediriksə və düzgün fizioterapiya, idmanlar ediriksə, nəticələr yaxşı olur. Bu gözəl balamızda da eyni qaydada nəticə yaxşı oldu. İndi ev idmanları ilə davam edəcək və öpürük, təşəkkür edirik, uğurlar arzu edirik. İnşallah ki, gələcək həyatında bir də heç vaxt bu narahatçılıqdan üzləşməz. Doktor, minnətdarım ailəmiz adından, sizin rəhbərliyiniz altında, Günürəm simasında bütün oradaki masajist qızlara yaşından son verir, uşaqlara müxtəlif xəsiyyətə malikdir. Bir ana qayğısı deyil, səbir deyil, Allah'a and olsun. Nazlarınla bir-iki gün ağlayan uşaq, üçüncü gün mən müşahidə eləmişəm ki... Hələ klip də çəkirlər. Onu da müşahidə eləmişəm. Minnətdarım. Çox sağ olun. Siz də sağ olun, Gül müəllimlərinə sağlıq. Həm işləmişsən, həm lazım çəkmişsən. Körpələrimiz azacıq da olsa qüsuru qalmasın, var olun. Çox sağ olun. Siz də sağ olun, xoş göstərinizə.